Deyirsən ki, çağıranda, dua edəndə tək Allaha dua elə. Deyirlər ki, vahabisiz. Allah Teala Quranda deyir ki, ud'uni əstəcib ləkum. Məni çağırın, mən də cavab verim. Nə kimi əlaqəsi var vəhhabiliylə? Deyirsən ki, qardaşım, Allahla yanaşı, Allaha çağırırsan, aydındır. Allahla yanaşı başqa heç kimi çağırma. İmamlara üst tutma, İmam Hüseynə, Həsənə, İmam Rıza, İmam Baqir, yaxud Peyğəmbər olsun. Onlara üst tutma. Allahla yanaşı heç kimi çağırma. Deyir, görürsən, vahabilərdir, deyir. Deyir ki, Allahla yanaşı heç kimi çağırma. Qardaşım, Allah Quranda deyir, وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Allahla yanaşı heç kimi çağırma. Bu əqidənin, bu kişi ilə nə əlaqəsi var ki, Allah Quranda deyir. Deyirsən ki, Allahdan başqasına and içmək olmaz. İmam Hüseynə and içmək olmaz. Deyirlər ki, vahabilər deyirlər ki, Allahdan başqasına and içmək olmaz. Biz imamlara and içirik, onları təzim edirik. Bunlar vahabilərdir, bunlar İmam Hüseynə and içmir. Qardaşım, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən hələfə bi qeyrillah fəqat kəfara əv əşrak. Kim Allahdan başqasına and içərsə, küfür, şirk etmiş olar. Bunun bu kişi ilə nə əlaqəsi var ki? Qardaşım, deyirsən ki, məsələn, bunu da şahid oluruq. Qəbir daşını böyük eləmək olmaz, üzərinə yazı yazmaq, şəkil qoymaq olmaz. Deyir, bu vahabi qəbridir, deyir. Vahabilərin qəbirsanlığıdır. Vahabilər deyir, insan öləndə belə dəfn eləyirlər. Yəni, baş daşı qoymurlar, vahabiliklə əlaqələndirirlər. Qardaşım, İmam Əli radiyallahu anhu, Əbul-Həyyac Əl-Əsədiyə deyir ki, mən səni elə bir iş dalınca göndərimmi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məni o iş dalınca göndərmişdi. Göndərimmi səni? Və göndərir. Deyir, get deyir, elə bir hündür qəbir buraxma ki, onu dağıtmayasan, alçatmayasan. Elə bir şəkil olmasın ki, onu silməyəsən. Yəni, get, nə qədər hündür qəbir varsa dağıt hamısını, nə qədər şəkil varsa sil hamısını, yox elə. Yəni, Peyğəmbər məni bu işin dalınca göndərmişdi. Allahın Rəsulu, Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Əlini sağlığında bu işin dalınca göndərmişdi. Aydındır, bunun bu kişi ilə nə əlaqəsi var ki? Yaxud deyirsən ki, ölüyə yas saxlamaq olmaz. Bu mərasimlər var, 7-dir, 40-dır, nə bilim, cümə axşamlarıdır. Deyir, vahabilər deyə keçirmirlər. Qardaşım, bunun vəhabiliklə nə kimi əlaqəsi var ki? Peyğəmbərin zamanında sallallahu aleyhi və səlləmin qohum əqrabaları, ən yaxın olan insanlar ona dünyasını dəyişirdi. Birinə də 7 saxlamadı, birinə də 40 vermədi, birinə də il vermədi, birinə cümə axşamı keçirmədi. Deyirik, yoxdur, bunun bu kişi ilə nə əlaqəsi var ki? Bundan əlavə. Deyirsən ki, səhabələri söymək olmaz. Abu Bakrı söymə, Öməri söymə, Osmanı söymə. Radiyallahu anhu. Deyir, vahabilər deyir, səhabələrə deyirlər ki, radiyallahu anhu deyir. Vahabilər deyirlər ki, Abu Bakr sevilməlidir, Osman sevilməlidir. Abu Bakrı, Öməri vahabilər sevir. Bunlar söylürlər axı. Aydındır, qardaşım, bunun vahabiliklə nə kimi əlaqəsi var ki? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, lə təsubbu əshabi. Mənim səhabələrimi söyməyin. Bunun bu kişi ilə nə əlaqəsi var ki? Mən deyəndə ki, səhabələri söymə. Bunun bu kişi ilə nə əlaqəsi var ki? Hara söykədirəm? Hədisə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Həmçinin səhabələr barəsində radiyallahu anhu niyə deməyək ki? Niyə dua etməyək ki? Allah Teala Quranda deyir Tövbə surəsində: "Və-səbiqunəl əvvəlun minəl muhacirin vəl-ənsar." O əvvəl İslamı ilk qəbul edənlər var idi. Minəl muhacirin vəl-ənsar. Muhacirlər və ənsarlar, Mədinəlilər. "Vəllezîne təbə'ûhum bi ihsanin." Və yaxşılıqda onlara tabe olanlar. Radiyallahu anhum və radu anhu. Allah onlardan razıdır, onlar da Allahdan. Nə gözləyir onları? Yəni səhabələri, muhacirlər kim idi? Səhabələr, ənsarlar. Bu 2-3 nəfərdən getmir söhbət. Aydındır? İlk qəbul edənlər, muhacirlər, sonra Mədinəlilər, ənsarlar. Allah Teala nə deyir? Və a'addə lehum cennetin tecri tahtaha'l enhar. Onlara cənnət hazırlayıb Allah subhanahu və teala. Xalidinə fiyhə əbədə. Əbədi qalacaqlar o cənnətdə. Zəlikəl fawzul azim. Bu nə gözəl qurtuluşdur. Bu Muhammed İbn Abdülvahhabda nə kimi əlaqəsi var? Bundan əlavə deyirsən ki, Ayşə radiyallahu anhə möminlərin anasıdır. Deyir, vahabilərin anasıdır deyir. Yəni bizim anamızı deyil yəni. Vahabilər deyirlər ki, bu söz vahabilərin sözüdür. Ayşə radiyallahu anhə möminlərin anası. Qardaşım, Allah Teala Quranda deyir ki, və əzvacuhu umməhatuhum. Onun zövcələri möminlərin anasıdır. Bunun bu kişi ilə nə əlaqəsi var ki?
Bildiniz nə demək istəyirəm? Yəni mən bütün əqidəmi sökədə bilirəm. Bundan əlavə deyirlər ki, Vəhabilər deyirlər ki, Allahın 2 əli var. Vəhabilər Allaha əl nisbət edir, əl izafət edir. Deyirlər Allahın əli var. Qardaşım, bunun bu kişi ilə nə əlaqəsi var ki? Allah Teala Quranda nə deyir? Sad surəsində. Qalə ya iblisu قال يا إبليس ما منعك أن تسجد لما خلقت بيدي. Allah Teala dedi, ey iblis, sənə nə mane oldu? Mənim 2 əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu? Və biz bu ayəni oxuyuruq, Quranda ayədir. Baxırıq ki, aləmlərin Rəbbi Allah Cəllə Cəlaluhu özünə 2 əl izafət etdi. 2 əlin olmasını isbat etdi. Mən də bir qul kimi, bir müsəlman kimi, mən təslim olmuşam Allaha. Nəyi deyib? Özü haqqında hə deyirəm, düzdür? Allahı Allahda kim yaxşı tanıya bilər özündən? Allahı Peyğəmbərdən kim yaxşı tanıya bilər? Əgər problemli söz olsaydı, küfür olsaydı, Allah Teala özünə küfür nisbət edərdi. Allahı Allahdan yaxşı tanıyırsan, ondan yaxşı bilirsən. Allah Teala deyir ki, biyədeyyə, 2 əlimlə. Mən də oxuyuram, ya Rabbi, özünə Quranda 2 əl izafət etdin, nisbət etdin, aid etdin. Mən də ispat elədim. Üzərimə düşən ispat eləməkdir. Və deyirəm ki, Allahın əlinin, sifətlərinin, nəinki əl sifəti, heç bir sifətinin məxluqa bənzəri, oxşarı yoxdur. Niyə deyirəm bunu? Niyə oxşarlığı inkar edirəm? Allah Teala Quranda inkar edib. Leysə kəmitlihi şeyun. Onun mislində heç nə yoxdur. Və lem yekun lehu kufuvan əhəd. Onun tayı, bənzəri, bərabəri yoxdur. Qardaşım, mən əhlüsünnəyəm, isbat etdim. Niyə? Allah özünə isbat etdim. İnkar etdim oxşarlığı. Niyə? Allah özündən inkar etdi. Özündən oxşarlığı inkar etdi. Bunun bu kişidə nə əlaqəsi var ki? Qurana söykətmişəm. Bundan əlavə deyirlər ki, Vəhabilər deyir ki, Allah ərşin üzərindədir. Qardaşım, bunun bu kişidə nə əlaqəsi var ki? Yəni deyəndə ki, Allah ərşin üzərindədir, deyir Vəhabilərsiz deyir. Siz əhlüsünnə deyirsiniz, Vəhabis. Qardaşım, Allah Teala Quranda deyir ki, Ər-Rəhmənu aləl arşi istəva. Rəhman, Allah, ərşə istəva. İstəva yəni irtəfə. Bütün dil alimləri, lüğət alimləri hamısı ittifaq ediblər ki, istiva irtəfə, alə mənasındadır. Yüksəldi, qalxdı, ucaldı. Bunu Allahın dediyini deyirsən, deyirsiniz əhlüsünnə, deyirsiniz siz Vəhabisiz. Qardaşım, Allahın dediyini deyəndə niyə bu kişiyə nisbət edilməliyə Muhammed ibn Abdülvahhaba? Allahın dediyini demişəm, özü barəsində nə deyib? Ərşdədir. Mən də demişəm, ərşdədir. Bundan əlavə, nə qədər belə şeylər demək olar. Bundan əlavə deyirsən ki, Peyğəmbərlərdən şəfaət tələb etmək olmaz. Öləndən sonra imamlardan, övliyalardan, salihlərdən şəfaət tələb etmək olmaz. Deyir, Vəhabilər deyirlər ki, övliyalardan, salihlərdən şəfaət tələb etmək olmaz. Bunu Vəhabilər deyir. Qardaşım, bunun bu kişi ilə nə əlaqəsi var ki? Bunu Quranda tapmışıq. Bu əməlin küfür, şirk olmasını Quranda görmüşük və demişik. Niyə bizə Quran əhli demirsən? Niyə sünnə əhli demirsən? Niyə deyirsən Vahabi? Yəni bunlar zülm edirlər. Biz harda tapmışıq? Hansı ayədə Quranda görmüşük? Zümər surəsində. Allah Teala Zümər surəsində açıq-aydın şəkildə deyir ki, kafir bu əməl var, əməl övliyaları Allahdan başqalarını götürüb müşriklər Peyğəmbərin zamanında olan götürmüşdülər. وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَا. O kəslər ki, Allahdan başqasını övliya, dost seçdilər özlərinə. مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَ إِلَى اللّٰهِ زُلْفَ. Dedilər ki, biz bunlara yalnız və yalnız Allaha yaxınlaşmaq üçün ibadət edirik. Deməli, Peyğəmbərin vaxtında olan insanlar, o müşriklər, Məkkə müşrikləri, özlərində o övliyalar, o salihlər var idi. Hansı ki, Lat, Uzza, Mənat, Hubel. Onlar salih insanların ruhlarıdır bilib yaxınlaşırdılar. Deyirdilər ki, biz bunlara üz tuturuq, Allaha yaxınlaşdırsın deyə bizi. Allah Teala onları bu əməlini nə adlandırdı? İnnallaha yahkumu beynəhum fīmə hum fīhi yaxtəlifun. Allah Teala onların arasında olan bu ixtilafa hökm verəcək. Sonra nə deyir? İnnallaha la yəhdi mən huva kəzibun kəffar. Allah Teala yalancı kafirləri, onların bu əməlini kafir adlandırdı və yalancı. Hansı yalandan gedir söhbət? Yəni sizin bu deyirsiniz, bizi Allaha yaxınlaşdırır. Yalandır, yaxınlaşdırmır. Kəzzəbsən sən, yaxınlaşdırmır deyir Allah Subhanahu və Teala. Biz bu əməli görmüşük ki, Quran buna şirk deyir. Bunun bu kişidə nə əlaqəsi var ki? Yəni bu və digər 1, 2 və bütün etiqadımız, bütün məsələlər əvvəlindən axırına kimi, vallahi kimi bilmirəm, bizim gücümüz çatır ki, etiqadımızı kitaba sökədək, sünnəyə sökədək və 3 xeyirli nəslin
Üç xeyirli. Səhabələr, kimə söhbət etməliyəm ki özümü? Kimə oxşatmalıyam ki? Səhabələrə düzdür? Tabinlərə və ondan sonra gələn, onlara ətbəi tabinlərə üç xeyirli nəsil. O nəsil ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dili ilə şahidlik edib ki, məndən sonra ən xeyirli nəsil budur deyir. Xeyrul qurun qarni. Mənim ən xeyirli nəsil mənim nəslimdir. Thummellezine yelunhum. Sonra ondan sonra gələnlər, tabinlər. Thummellezine yelunhum. Sonra ondan sonra gələn ətbəi tabinlər. Üç xeyirli nəsilə sövk edə bilirəm etiqadımı. Bu kişinin nə əlaqəsi var ki? Bir neçə əsr bundan qabaq yaşayıb. Muhammed İbn Abdülvahhab oldu, olmadı həyatda. Heç bir adəti yoxdur bizim etiqada. Və belə bütün məsələlər, nəyə etiqad etmirik? Vallahi hamısını kitaba sökədirik. İndi nə lazımdır? Qardaşım, dinlədim bunu, biraz kişi olmaq lazımdır, düzdür? Yəni, insan gəlir kişilik eləsin, insaf əhli olsun, ədalətli olsun. Buraxıram sənə öhdəvə. Buraxıram bu dərsi sənə öhdəvə. İndi cavab ver. Bu vəhabilidir yoxsa? Əhl-i sünnə, həqiqi əhl-i sünnə. Əhli, sünnə əhli. Əqidəni sünnədən götürmüşük, kitabdan götürmüşük. İnsan gəlir biraz insaflı danışsın. Yəni, boş iddia etməkdən asan heç nə yoxdur həyatda. Vallahi iddia var, sən beləsən, sən bundan asan nə var həyatda? Bundan asan heç nə yoxdur. Ya, bunu ispat eləmək lazımdır. Bıraq nəfsi istəkləri, bıraq o cəmaat nə deyir? Cəmaat çox şey deyir. Bir insan ki, cəmaat deyir, hələm orada qalıb. Belə deyirlər axı, belə deyirlər. Sən hələm oradasan, gör nə gündəsən sən yəni. Nə deyirlər, hansı zamanda yaşayırsan sən? Səndən barədə çox şey deyirlər. Filan kəslər barədə çox şey deyirlər. Çox şey deyirlər nədir? Əqidə kitaba söykənib, əqidə sünnəyə söykənib. Bunu, yəni bu kişi ilə Muhammed İbn Abdülvahhabla heç bir əlaqəsi yoxdur. Aydın oldu? Əlavə şərhə ehtiyac var? Elhamdülillah.